Bura Əbu Dabidə yerləşən İbrahimin ailəsi evidir. Və nə üçün İbrahimin ailəsi? Mən ilk dəfə 2023-cü ildə bura gələndə, o vaxt demək MX bu imkanı bizə yaratmışdır və Azərbaycandan yeganə jurnalist olaraq son dərəcə inanılmaz bir mənzərə ilə rastlaşdım və bugün də həmin mənzərə ilə üz-üzəyəm. Mən soruşdum ki, İbrahim Peyğəmbərlə buranın hansı əlaqəsi var, nə üçün İbrahim ailəsi deyilir? Bildirildi ki, bütün dinlər, yəni bütün monoteist dinlər, Yudaizm, Hristiyanlıq, İslam, bunların kökündə aydın məsələdir ki, İbrahim dayanır. Və məhz buranın İbrahim ailəsi evi adlanması da Yudaizm, Hristiyanlıq, bu yeri gəlmişkən demək sinagogdur, Yudaizmin demək təzahürü, digəri kilsədir, məndən deməli sol tərəfdə və bu tərəfdə isə demək məsciddir. Zəhmət olmasa çək, məsciddir. Son dərəcə unikal bir yerdir bura. Və mən sizə deyim, hər üç dinin nümayəndəsi bura gəlib rahatlıqla öz ibadətini edə bilər. Amma bura gün ərzində turistlər üçün, Abu Dhabiyə gələn ziyarətçilər üçün açıqdır. Peşəkar kameradan istifadə etməyə tam da icazə verilmir. Amma belə deyək, müəyyən qədər istisnalar da var. Bəli, çox unikal bir məkandayıq və gördüyünüz kimi binalar elə inşa olunub ki, onların memarlığı bir-birinə oxşuyur. Həm sinagogun, həm kilsənin, həm də məscidin. Və hər biri üzü günəşədir. Yəni, həqiqətən də bura gələnlər deyir ki, insan bura ayaq basanda bütün problemlərinin olmasına baxmayaraq rahatlıq tapır. Ona görə də məsləhət görürəm. Abu Dhabiyə gələndə mütləq buranı ziyarət edin, əgər etməmişsinizsə.